Bir də Nərimanla bağlı Qurban müəllim, həvəskar yanaşmalar var. Qarabağ 10 nəfərlə oynayır, istedadı yoxdur, Qarabağda nə işi var? Həvəskar yanaşanların nöqteyi nəzərindən sualı vermirəm. Təəssüf ki, arasında bəzən peşəkarlar da olur. Fikirləriniz, düşüncələriniz maraqlıdır. Belə səviyyədə olan futbolçunu Qurbanov oynadarmı çempionlar arasında? Bugün ümumiyyətcə Nərimanın belə deyək də indi hamı bilir, hamı fikrində bilir ki, mən həmişə futbolçularımın yanındayam. Amma mən çalışıram ki, həmişə reallığı bildirməyə insanlara, ümumiyyətcə sizlərə açıqlama verəndə də çalışıram ki, nə var onu bildirməyə ki, Nərimanın bugün həm sürət, həm fiziki güc, həm texnika, həm gol vurma qabiliyyəti, həm işgüzar, əgər bunlar hamısı varsa, 50% olsun, olmasın 80%. Bunlar varsa, bu Azərbaycan futbolu üçün böyük bir uğurdur. Bizim də belə deyək ki, bir fərqi yoxdur. Mən oldum, digər məşqçi oldu və yaxud hansı bir klub oldu. O futbolçunun potensialını üzə çıxarmaq bizim borcumuzdur. Son vaxtlar bəli, fikirlərə mən az olub danışdım. Elə bir dönəmə gəlib çıxıb ki, mən özüm hətta Nərimanla belə deyək də çox danışmağa ehtiyac edirəm ki, ona ola bilər ki, psixoloji hansısa bir təsir edə bilərəm deyə. Onun kənardan da görünür ki, Nəriman sanki həmişə biraz kefsiz, həmişə biraz belə Əhvalı yox deyil. Belə düşüncəlidir də, belə sanki qayğılı, ay sağ ol, hə, qayğılı, çox qayğılıdır. Bu da istərsiniz o söylədiyim o insanların fikirləridir. Həddindən mən bilirsiniz, mən girmirəm nə Instagram səhifədə, nə belə çox da sosial şəbəkələr olmuram, amma istər-istəməz bəzən məlumatlar toplayıram, məsələn, nə yazılıb, sərt nə yazılıb, insan haqqında, xoş nə yazılıb, yəni pozitiv, negativ, hansı fikirlər yazılıb, belə ki, sonra mənim də o insana qarşı, ona qarşı hansı formada mən ona yaxınlaşım deyə. Və Nəriman haqqında bəli, çox sərt fikirlər yazılır. Bu, istərsiniz, 11 yaşlı, 20 yaşlı bizim Azərbaycanlımızdır. Mən yenə deyirəm ki, mən onun ümumiyyətcə son vaxtlar işgüzarlığından, ümumiyyətcə onun işə yanaşmasından, onun tərbiyəsindən çox razıydım. Yəni, bu insan gəlirəm, baxıram, görürəm bazadadır, gəlirəm, baxıram, görürəm fitnessdədir, özünü hazırlayır, amma daimi qayğılıdır. Həddindən artıq, daima. Atası gəlmişdi bura, atası gəlib buradan götürür, aparır evə, gətirir belə. Yəni, belə çox insanlı bir uşaqdır, hansı ki, və ölkə xaricinə də getmək istəyir və təklifləri də olub. Sadəcə mən də bir Azərbaycanlıyım, mən də bir məşqçi kimi, mənim belə futbolçulara ehtiyacım var. Fərqi yoxdur ki, Nəriman sırf əsas heyətdə oynamalıdır və yaxud mütləq 90 dəqiqə olmalı. Belə bir yanaşma da yoxdur məndə. Amma sadəcə bu bir kollektiv. Bu Nərimanı mən ilk dəfə komandaya götürəndə bizim burada iki tərəfli oyunumuz oldu. Belə kök uşaq idi. Gəldi, elə Elçin mənimlə baxırıq, Rəhmanovla. Baxdıq, bir epizod, iki epizodunu da gördük. Yaxşı sol ayaq, texnikası, belə hələ bir artıq çəkisi də var idi belə. Ruslan 90-da qalırdılar, belə. Orada da biraz şərait bir qədər yaxşı deyil idi. Belə bir uşaq idi. Gəldi belə, bunu həmən biz nəzarətə götürdük. Həmən bizim fiziki məşqlərə, həmən yavaş-yavaş başa dəvət eləməyə və üstündən heç 3 ay, 4 ay keçmədi. Biz onu hətta Cəbəlli tarixdə deyəsən, ilk Çempionlar Liqasının oyununu əsas heyətdə buraxdıq. Az bir müddətdə. Çünki onda o birdən-birə hədsiz dərəcədə inkişaf getdi. Sadəcə biraz formalaşdı və onun potensialı həmən üzə çıxmağa başladı. Və bu cür bizim ona yanaşmamız oldu. Və ümumi oyun sayına baxsa, bizim həm çempionatda, həm Avropa oyunlarında oynadığına görə çox böyük nəticələr verir. Və bu ildə mən yenə deyirəm ki, bizim Çempionlar Liqası qrupuna düşməyə ən böyük pay sahiblərindən biri Nəriman oldu. Bu da bəlkə deyə bilmərəm, məsələn, neçə qol vurdu, neçə penalti elədi, neçə ötürmə verdi. Onu, yəni, hamısından oldu. Həm qol vurdu, həm mənim o tapşırdığım pressingi yüksək səviyyədə, yəni, onun yerini yetirirdi. Və mən yenə deyirəm ki, keçən il mən, məsələn, juniorla Çempionlar Liqası qrupuna düşə bilmədim. Amma bu il, məsələn, mən Nərimanla düşdüm. Mən belə götürsək, yəni. Bəli, biz o demək deyil ki, bu mənim əsas oyunçumdur. Bugün bu mənim əlimdədirsə, mən ondan maksimum istifadə edirəm.
Bugün mən hücumçu axtarıram, bəli, orta sahəyə oyunçu axtarıram, müdafiə. O demək deyil ki, mən Nərimandan başqa mən bütün digər mövqelərim mən hər şey qaydasındadır. Yox, mən bugün axtarıram, axtarışdayıq. Bugün yenə biz əgər imkanımız olsa qış aylarında yenə bəzi transferləri eləyəcək. Amma sadəcə bu bizim Azərbaycanlı uşağın, hansı ki, əgər onun potensialı varsa, bunun üzərində belə getmək, sanki bunun bilirsən, elə bir 30 yaşı var, buna bu təcrübələr var ki, bunu mütləq eləməlidir. Bunun indidən sonra ancaq inkişaf edən vaxtıdır. Mən onun yanında olmayayım, siz onun yanında olmayın. Bir Azərbaycanlı olaraq biz bunu nə cürəcə çıxara biləcəyik? Sonra deyəcək ki, Azərbaycanlı futbolçu yoxdur. Var, biz onu çalışmalıyıq inkişaf elətdirməyə. Mən yenə deyirəm ki, mənim də əgər mənim buradakı futbolçularım inşallah bir 99-100% inşallah hamısı elədilər ki, bu komanda üçün əgər ürəklərini qoyurlarsa, əgər biri ayağını qoyanda o başını qoyursa, mən futbolçunun yanında olmalıyam. Ya, o ola bilər texnikada hansısa bir çatışmazlıq olsun, ola bilər ki, hansısa bir qol episoduna istifadə edilə bilməz və yaxud ötürmənin vaxtında edilə bilməz. Amma o ürəyini qoyursa ora, o başını qoyursa ora, orada uğur mütləq gələcək. Ona görə biraz o Nərimanın yanında, Nərimana məncə dəstək olmaq lazımdır, Nərimana güvənmək lazımdır. Bəli, sabah indi bilmirəm hansı qərarlar veriləcək, necə olacaq belə, amma yəni son vaxtlar ümumiyyətcə Nəriman dediyim çox qayğılıdır və çox da təsirlidir. Amma mən onu məsələn tanıyıram, mən onun yanındayam, hansı ki, bu cür insanlara, bu cür idman futbolçulara mən və yaxud digər məşqlər güvənməlidir. Onda potensial var, onu biz sabah istənilən an o əsas oyuncu statusunda ola bilər. O qabiliyyət var. İstənilən an o mənim gətirdiyim legioner futbolçunu üstələyə bilər. Çünki yenə əvvəl sadaladım, hansı ki o güc, sürət, texnika, bunlar hamısı bunda var. Hazır belə deyək də materialdır, onu biz çıxarmalıyıq və gözləmək, yəni 20 yaşında adam çıxıb kimlərə qol vurub, 20 yaşında adam kimlərdən çəkinmir, 20 yaşında uşaq gedib kimlərlə penalti eləyir, nə bilim asist verir, yəni bu xırda bir şeylər deyil. Yəni bu məncə biraz onun yanında onun dəstək olmağa güvənməliyik.